Bəzi analarda həkim məsləhəti ilə yaxınlığa icazə verilir. Bəzilərində isə müəyyən tibbi göstəricilərə görə ana yaxınlıq eləmir. O zaman yoldaş, bax, psixoloq məsləhəti biz ona görə deyirik ki, yoldaş da maariflənməlidir. Elə ata oldum, atalıq məsuliyyəti dərk eləməklə yəni olmur. Ata maariflənməlidir, bilməlidir ki, bunun əks nəticələri nə ola bilər? Yəni tamam, mən bu gün hansı arzumu yerinə yetirdim, getdim, hansı tələbatımı ödədim, bəs bunun sonrası bu ana hamilədir. İnfeksion xəstəliklər ola bilər ki, biz pasientlərdə də görürük. Yəni rastlaşdığımız bir məsələdir ki, yoldaş gedir və elə bir xəstəliklə gəlir ki, ağız suyu ilə, cinsi yolla, qanla bu xəstəliyi qadını ötürə bilər. Həmin vaxt ana neynəsin? Bətnində körpə, özü hamilə, siz təsəvvür eləyin o qadının vəziyyəti. Bir tərəfdən panika içərisində, bir tərəfdən depressiyaya düşür, bir tərəfdən mübarizə aparır öz aləmində və bir tərəfdə də beynindən dayanmayan o suallar ki, necə olacaq, körpəmə keçəcəkmi, mənə keçibmi, ümumiyyətlə bunun sonu necə olacaq, bizim münasibətimiz davam eləyəcəkmi, davam eləməyəcəkmi? Bax, bu kimi suallar qadına dəhşətli dərəcədə stres verir.